Bu sual mənə çox maraqlı görsənir, amma 17-ci sualdır. Çox asandır. Cavab elə X olacaq. Çünki bax, bunu böyük ehtimal izahiyatsız qəbul edəcəklər. Bu working memory'dir, bu da diskdir. Bu RAM-dır, bu table gördüyünüz RAM-dır. Bu da SSD-dir və ya hard diskdir. RAM-ın birinci xanası SSD-nin 5-ci xanasına denk gəlir. RAM-ın birinci xanasındakı data SSD-nin 5-ci xanasındakı datanı çəkir. RAM-ın 3-cü xanasındakı data SSD-nin 2-ci xanasındakı datanı çəkir. Görürsünüz, oxdan göstərir. RAM-ın 50-ci xanasındakı data, N-in burada yəni hər hansısa bir rəqəmdir, 11-ci xanadakı datanı çəkir SSD-də. Deyir ki, if the caching scheme is as shown in the diagram, indicate which block number is associated X-dən təmsil olunur. Which block number? Deyir, hansı block number X-dən təsir olunur? Yəni, ikinci şey hansı? RAM-ın ikinci xanasındakı, ikinci otağındakı, ikinci xanasındakı, bunun adı mənədə register deyəsən, ikinci registerindəki şey hansını çəkir, hansı SSD-nin neçənci blokundakı şey çəkir, X-indəki. Çünki 2-nin qabağında X-dir. Yəni, cavab əslində X-dir. Cavab, məsələn, X-ə 13 versələr, cavab elə 13-dür. Prosta yazmalısınız ki, RAM-ın birinci xanasındakı 5-ci xananı çəkir, 3-cü xanadakı 2-ci xananı çəkir və 2-ci xanadakı X-in xananı çəkir deyə cavab X-dir. Belə bir açıqlama yazmalısınız.